təhsildə lider olan 5 ölkədən öyrənəcəyimiz 5 dərs: Sinqapur, Finlandiya, Estoniya, Yaponiya və Kanada. Bu 5 ölkənin dili də fərqlidir, mədəniyyəti də, iqtisadi modeli də. Finlandiya bizə öyrədir ki, müəllimə güvənmək də təhsil siyasətidir. Müəllimlərə etibar edilir, onlara peşəkar qərar verməkdə imkan yaradılır. Estonlar sübut etdi ki, rəqəmsal təhsil sadəcə planşet və kompüterlərlə ölçülmür. Əsas məsələ texnologiyanı öyrənməni daha keyfiyyətli və əlçatan etmək üçün istifadə etməkdir. Yaponiyada məktəb yalnız akademik bilik qazanılan yer deyil. Burada uşaqlar məsuliyyəti, əməkdaşlığı, intizamı və cəmiyyətə faydalı olmağı da öyrənirlər. Kanadalılar isə inanırlar ki, təhsildə uğur yalnızca ən yüksək nəticə göstərən şagirdlərlə ölçülmür. Əsl uğur hər bir uşağa keyfiyyətli təhsil və inkişaf imkanı yaratmaqdadır. Bu ölkələrin uğuru onların bir-birlərini təqlid etməsində deyil, elmi araşdırmalara əsaslanaraq öz cəmiyyətlərinə uyğun uzun müddətli təhsil siyasəti qurmasındadır. Bəs sizcə bu 5 yanaşmadan hansı Azərbaycan təhsilinə daha çox fayda verə bilər? Fikirlərinizi kommentdə bildirə bilərsiniz.